Dostlar, hamıya salam. Sizlə Namira SMR-dir. Bizdə doğğadır, qatı. Mən belə sevirəm. Burada xumuz, acılı əzmə dünənki videodan qalıb. Hmm, Doğğa əla. Qaşığı dəyişdirin deyənlər. Qaşıqlarımız çoxdur belə taxtadan. Hər dəfə dəyişdirə bilərəm canlarım. Heç bir problem yoxdur. Əzizlərim, takib edin, like edin də zəhmət olmasa dəstək olun ki, daha da səhifəmiz böyüsün. Burada da həmçinin axotniçi sosiska, burada doktorski pendirlərimiz və dünəndən qalıb bu puf çörək. Çox acam, saat 5-dir, hələ heç nə yeməmişəm həqiqətən. Gəlin belə kalbaska ilə. Mən həmişə doğanda kalbasa çörəylə yemişəm. Bugünkü mövzumuz nədir? Uşaqlığım haqqında biraz danışmaq istəyirəm. Əsasən də babam haqqında. Babam üçün həqiqətən çox darıxıram. Babamı çox istəmişəm. Həqiqətən. Çünki bizdə belə idi. Biz 5 gün oxuyurduq. Mən məktəbdə oxuyurdum, ayrı qalırdıq biz papa, mama. 6-cı gün bizi papa buraxmırdı. Buraxırdısa, gedirdi nənəmgilə. Bir gün qalırdıq orada. Çünki dayım qızı, dayım oğlu oradaydı. Mən də evin tək uşağı idim, ürəyim sıxılırdı. Orada qalanda da bilmirəm tanıyırsınız ya yox, biz bilsiz harda. Nənəm bilirsiniz babamdan harda qalırdı. Dayım arvadı, dayım gildə orada qalırdı o vaxtı. 5 otaqlı evləri var idi. Hər TV deyildi bina. Radiozavod var Əhmədidə. Və orada. 5 mərtəbələrdə. Və orada birinci mərtəbələrdə çoxlarında. Həm də belə bağlar var idi də. Qarajlar, bağlar. Babam da konkret bağ eləmişdi oranın. Bilirsiniz necə idi? Hər şeyi özü edirdi. Stulları. Balkondan aşağı düşürdün. Orada podval idi. İşıq, hər şey orada var idi. Balonları orada saxlayırdıq. Oradan da qapı var idi, ayrıca çıxmağa. Oradan çıxırdıq. Və sonra bağa girirdik. Bağda da ürəyiniz nə istəyirsin? Alça, nar, alma, əncir. Oranın ətri, ora girəndə indiyə qədər hiss edirəm həqiqətən. Üstəlik həmən yerdə, yəni çox böyük məsafə idi də. 2 dənə bu boyda otaq boyda bəlkə, ondan böyük. Girirdik o bisetkaya. Orada şaşkir, şaxmır. Domino oynuyorduk. Domino çox vaxt oynuyorduk. Babam, dayım qızı mən. Çox becərikli insan idi. Mən də çox istəyirdim.
Baxmayaraq ki, pensioner idilər. Ancaq bir gün məni falan görürdülər də, çox vaxtı yayda daha çox görürdülər. Burada humus. Babamda belə bir şey var idi ki, evə getməli olan momentdə həmişə mənim cibimə 5 manat, 1 manat, 2 manat pul qoyurdu ki, özünə nəsə alarsan, çünki həftə içi məni görmür. Və çox heyvansevər insan idi. Pişikləri həmişə yedizdirirdi çöldə. Həmişə yemək alırdı onlar üçün. Həmişə gündə 2 dəfə. Səhər, axşam. Onu məhəllədə tanıyırdılar. Adı Elman idi. Dayım oğlunun adı Elmandır. Babamın adına qoyublar dayım oğluna. Çox mehriban insan idi həqiqətən. Təsəvvür eləyin. Yəni mən nənəmlə babamla bir dəfə qışqırıq eşitməmişəm. Ki nənəm, babam dalaşsın, qırışsın, nəsə qapı çırpılsın, heç vaxt. Nəsə görəndə onlar söhbət eləyirlər. Sadəcə söhbət. Görünürdü ki, babam belə deyir, nənəm belə deyir. Onlar ortaqda gedib bağlanırdılar. Görürdüm ki, nəsə söhbət eləyirlər, danışırlar. Sonra gülə-gülə də çıxırdılar. Heç vaxt bir dəfə dalaşmalarını seçməmişəm. Bir dəfə də qapını açdım, girdim. Görürəm ki, dururlar belə söhbət eləyirlər. Ona görə hərdən mənə deyirlər, sən niyə belə bir ideal bir nəsə axtarırsan da? Mən çünki valideynlərimin, babamla nənəmin münasibətini görəndən sonra mən başqa münasibət istəmirəm. Bizdə ümumiyyətlə evdə mehribançılıq olub həmişə. Mən heç vaxt görməmişəm ki, kimisə döysün, söysün. Ona görə belə bir ideallar yaranır. Babamla nənəmin tanışlığı vəbşi wow idi. Nənəm gəlmişdi bura putyovka ilə Bakıya. Və həmən an nənəm podruqası ilə idi də. Nənəmi də babam çox bəyəndi. Amma orada podruqa bir dənəsi yaxşı gözünü göstərdi. Əgər maraqlı olsa sizə danışa bilərəm gələn dəfə. Çox maraqlı idi. Bütün əziyyətlərindən danışmaq istəyərdim. Necə başlayırdılar, necə hər şey elədilər özlərinə. Əgər maraqlı olsa deyərsiniz. Uşaqlar, sizlə Nanul Əsəmər idi. Çox sağ olun ki, məndən idiniz. Əgər baxmamızsa, burada köhnə videom olacaq. Burada da loqom olacaq. Ora basırsınız və takip atırsınız. Sabaha dək əzizlərim.